Salam, hər vaxtınız xeyir olsun. Qan şəkərini dərhal aşağı salmaqdan ötürü bizə 2 tərkib hissəsi lazım olacaq. Bundan bir xörək qaşığı hər gün səhər qəbul etdikdə nəinki qan şəkəri aşağı düşür, eyni zamanda xolesterol və triqliseridlərin vəziyyəti normallaşır və qan yağlarının səviyyəsi aşağı düşür. Bu qarışımdan istifadə etdikdə eyni zamanda qaraciyərin fəaliyyəti yaxşılaşmış olur və sağlam şəkildə arıqlamağa da köməklik göstərir. Şəkər xəstəliyi dünyada yayılmasına görə 3-cü yerdə dayanır. İnfarkt və xərçəng xəstəliyindən sonra. Dünya əhalisinin 6%-i şəkər xəstəliyindən əziyyət çəkir. Şəkər xəstəliyi diaqnozu qoyulubsa, onda sənaye şirniyyatlarından, sənaye makaronları, daha sonra duzlu məmulatlar, qatıq məmulatları, polifabrikatlar, çörək, qazlı şirin sular, spirtli içkilərdən kənar olmaq lazımdır. Meyvə tərəvəzdən çox istifadə etmək lazımdır. Glikemik indeksi aşağı olan qidalardan istifadə etmək lazımdır. Ev şəraitində salatlar hazırlamaq, içkilər hazırlamaq və bunlardan istifadə etmək məqsədə uyğundur. Şəkərli diabet zamanı istifadə olunan ərzaqlar bir-birinə uyğun şəkildə olmalıdır və sağlam pəhrizə üstünlük vermək lazımdır. Bizim istifadə edəcəyimiz 2 tərkib kərəvüz və limondur. Kərəviz və limonun qarışığından ibarət olan bu resept istifadə olunduqda nəinki qan şəkəri aşağı düşür, eyni zamanda qanda olan piylər azalır və bu piylər, qan piylərinin, qan yağlarının damar divarında toplaşmasının qarşısı alınır. 300 qram kərəvizin kökünü təmizləyib sötkəcdən keçdikdən sonra kiçik bir qazana tökürük. 6 ədəd limonu sıxıb üzərinə əlavə edirik. Yaxşı qarışdırırıq və bu kiçik qazanın ağzını bağladıq, kənara qoyuruq. Kərəviz və limonun suyu bu qazana çıxmaqda davam edərkən daha böyük bir qazan götürürük, su tökürük, qaynadırıq və kərəviz və limon olan bu kiçik qazanı həmin bu qazanın içərisinə yerləşdiririk. Temperaturu azaldıb 2 saat qaynamağı gözləyirik. 2 saatdan sonra bu kiçik qazanı götürürük, soyuluruq və içərisində olan bu kərəviz və limon qarışığını soyulduqdan sonra şüşə bankaya əlavə edib ağzını bağlayıb soyuducuda saxlayırıq. 2 aya qədər bunu soyuducuda saxlamaq olar. Hər səhər bir xörək qaşığı ac qarnına yeməkdən 1 saat əvvəl istifadə edə bilərsiniz. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.